الله الرحمن الرحیم الحمد لله رب العالمین والصلاة والسلام علی حبیبه و نجیبه و سید رسوله ابی القاسم محمد اللهم و علی اهل بیته الطیبین الطاهرین سیما بقیة الله فی الأراضین ارواحنا و ارواح العالمین لتراب مقدمه الفدا. قال الله تعالى اعوذ بالله من الشیطان الرجیم ولا تقولوا لمن يقتل في سبيل الله اموات بل احیاء ولكن لا تشعرون. Cuma günü akşamüstüdür. İmam-ı Zaman salamu aleyhə nisbəti olan zamanlardır. Allah o Həzrətin ürəyin bizlərdən və sizlərdən ve hamı din yolunda çalışan Müslüman, mücahid Müslümanlardan razı eləsin, bir salavat merhamet eləyin. Siz aziz kardeşler, təşrif gətirmisiniz, xidmət şəhidlərinin əzizləmağının məclisinə, il dönümünün məclisinə çox xoş gəlmisiniz. Allah sizin qədəmlərinizə artıq öz yanında qəbul olunmuş inşallah əcr inayət eləsin və o şəhidləri də öz yanında Kərbəla şəhidləri ilə və İslamın sədrinin şəhidləri ilə inşallah məhşur eləsin. Ayə-i şərifə buyurur, olar ki Allah yolunda hicrət elərlər və Allah yolunda hicrət elədikləri halda onlar dünyaların dəyişərlər, qətlə yetirirlər, onlar ölməyiblər, onlar dilidirlər. Həman ayənin tayıdır ki, şühəda ilə əlaqədə buyurub. Ki, başqa surədə buyurur, وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللّٰهِ أَمْوَاتًا. Onlar şəhidlərin haqqındadır ki, ayələr də qital müqatilə və mücahidə ayələrinin içində gəlib. O ayə ki buyurur, وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللّٰهِ أَمْوَاتًا. Bu birisi ayədə buyurur, onlar ki Allah yolunda qətlə hərəkət eləyiblər, hicrət eləyiblər və hicrətləri yolunda dünyaların dəyişiblər, onlar üçün vəzifə əsası ilə hərəkət eləyiblər və öz lazım olan təklifləri əsasında çıxıblar, gediblər və yollarının üstündə əcəlləri yetişib, onlar ölü deyirlər. Onlar diridirlər, siz belə bilirsiniz ölüdürlər. Yəni şəhidlərin tayıdırlar da. Demək olar o istilahi şəhid ki İslamda var, məərəkədə şəhid olar, bunlar da onlara qoşulurlar. Bu ayənin əsası ilə ki, məsələn bu ikinci ayədə qital sözü yoxdur. Yəni ayələrində sən müharibə ayələrin içində deyil. Hər kəs Allah yolunda çalışa və addım ata, fi səbilillah hərəkət eləyə, ömrü vəfa eləməyə, dünyadan gedə, Allah Teala onu inşallah şəhidlərə qoşar və şəhidlərdən ayrı salmaz. O əsasında da biz bunlara deyirik xidmət şəhidləri. Yəni həqiqətən bir insanlardılar ki, bunlar özlərin vəqf eləmişdilər. Allahın bəndələrinə xidmət eləməklığa özlərin hazırlamışdılar. Bunu bilirsiniz, Allahın bəndələrinə xidmət eləməklik elə böyük Allah yanında əcri vardır ki, rivayətlərdə buyurublar ki, Allahın ibadətindən soğuşandan sonra ən əla Allah yanında məhbub olan sevgili iş Allahın bəndələrinə xidmət eləməkdir. Hətta Peyğəmbər Əkrəmdən soruşdular ki, lap məhbub insan kimdir? Allah yanında Həzrət bir insanları buyurur, sonra buyurur, o şəxsi ki Allahın bəndələrinə xidmət eləyə. Yəni Allahın bəndələrinin, müşküllərin həll eləməklik Allahın yanında o qədər mərtəbəsi vardır ki, Allahın ibadətindən sonra ikinci mərhələdə bəndələrin qəzai həvaicidir. Yəni çalışan insan bəndələrə xidmət eləyə. Bizim yaşayışımız elə Allah nəzr müqəddər eləyib, öcür gəlib gedəcək da, ruzumuz da öcür gələcəkdir. Yəni hamının ruzusu Allah əlindədir. İlla ələllahi rizquha. Yer üzündə bir hərəkət eləyən yoxdur. Allah rizqin verəcək. Bizimki də öcürdür. Bu çalışmamız ki hərəkət edirik, əgər bunda özümüzlə Allah arasında bu niyyət eləyək ki, Allah mən istəyirəm bu bəşərə xidmət eləyəm. Biri həkimdir, sağlamlığının yolunda xidmət eləyir. Biri işçidir, məsələn cəmaatın müşküllərini həll eləyir. Biri bina tikir, hər neyinir. Bu işlər adam Allahdan ötürü istəsə yerinə gətirsin, bu olar fi səbilillah. Və əgər bir zamanda Allahın
Təqdiri bu oldu ki, əcəl yetişdi, adam dünyasını dəyişdi, Allah yanında müqərrəb olar. Elə bunlar onların nümunəsidirlər. Ki, həqiqətən çalışan insanlarla, mərhum rəisi, ki, özür ki, biz gördük, neçə il bu prezidentlik zamanında və ondan qabaq həqiqətən yorğunluqları yox idi. Bunlar şəhid olandan sonra bir nəfər bir gözəl nöqtə yazmışdı. Birinci cümə ki gəlmişdi, cümə bilirsiniz də tətil günü olar İranda. O cümə günü yazmışdı ki, bu birinci cümədir ki, ay rəisi istirahət halındadır. Yəni, heç cüməsi yox idi, tətili yox idi. Bura ki gəldilər, mən onda buradaydım, o son səfər ki, ay rəisi gəldi bura. Zöhrə yaxın çatdılar bura. Elə promoy getdilər Kremlində iclasları, 5-6 saat iclasları davam tapdı. Elə oradan da getdilər, aeroporta mindi getdi. Hətta Rus tərəfi demişdi ki, burada hazırlanmışıq VDNX-da siz gedəsiz bir oranı görəsiz. Demişdi ki, mən sabah sübh Kərəc əhli ilə, Kərəc cəmaati ilə görüşüm, bacaq gedəm. Yəni elə 4-5-3-4 saat təyyarə ilə gələsən, 3-4 saat qayıdasan, 5-6 saat burada öcür böyük səthədə Putin ilə iclaslarda iştirak eləyəsən, əcələ ilə də gedəsən ki, sübh mən millətlə qərarıma gedəm millətlə görüşəm. Yəni, bu həqiqətən yorulmamaqlıqdandır da, yəni özlərin vəqf eləmişdilər. Əslən Allah yolunda bizlərə yorğunluq bilməzdilər. Hər yerdə, ay Ali Haşim də ki, şəhid oldu, ay rəisi ilə bərabər Təbrizin İmam Cüməsi idi, o həqiqətən bir cür insanıdır. Mən ondan şəhadətindən 2 gün qabaq Təbrizdə idim. Elə bir cür təsadüfən dedim, gedim bir ay Ali Haşim görüm evindədir görüm. Getdim bir saat otdum. Və kim bilirdi ki, ondan bir gün sonra bu şəhadətə çatacaqdı. Orada biraz danışığımız oldu. Mənə bir sözü buyurdu ki, dedi istəyəm gedəm Naxçıvana. Dedim, Naxçıvana niyə gedirsən? Onda da hələ İranla Azərbaycan əlaqələri indi biraz düzəlməkdadır. Onda lap o gərginlik zamanı idi. Dedim, Naxçıvana niyə? Nəcət Naxçıvana təşrif aparırsınız? Dedi, İranın konsulu çağırıb. Dedim, Naxçıvana istəsəz gedəsiz, gərək məsələn oranın baş naziri çağıra, məsələn məclisin böyüyü çağıra, ya məsələn Şeyxülislam çağıra, siz gedəsiz ora. İranın sərkonsulu, baş konsulu ki, elə həmişə sizin xidmətinizdədir. Siz bir cür getməyin. Dedi ki, fikr edirəm getməkliğimlə İranla Azərbaycan əlaqələr güclənər. Bu donmuş əlaqələr sınarlar. Gördüm, məsələn, bu iş özün nəzərdə almır ki, mən məsələn, məni bir böyük insan çağırsın, gedim. Elə konsul ki, İranın orada işçisidir, o çağırdı, gedirdi. Yəni, bu cür adamlarla özlərin həqiqətən vəqf eləmişlə insanlara xidmət eləməklə. Və heç zət ondan sonra da intizarları yox idi. Nə dünya malı, heç zət. Əsən, bunlar onlar ötür qədəm götürməmişdilər. Həqiqətən İslam nizamında rəislik, böyüklük, İmam buyurdu ki, İmam əvvəldə bir gözəl söz vardı. Cəmaat yığmışlar İmam Xümeyninin məhzərinə. İmam Xümeynidən bətər izzətlə yad edirdilər. İmam Xümeyni buyurdu ki, mənə sizin xidmətçiz deməklik nuşdur bundan ki, mənə rəhbər deyirsiniz. İmam Xümeyni dedi, mənə xidmətçi deməkliğiniz nuş olar mənə ki, mənə rəhbər deyirsiniz. Yəni, elə binanı ondan qoyulubdur. Əli əleyhissalam da özürüdür. Əli əleyhissalam Bəsrə əhlinin müqabiləsinə, Bəsrə əhli, Cəməl əhli ki, getdi Bəsrədə yığışdılar, Təlhə Zübeyir Həzrətin qarşısında dayanmaqla, hərəkət elədi, onların getsin Bəsrə əhlində o müşkül ki yaranmışdı, onu həll eləsin. Yol üstündə hacıların son qafilələri hərəkət edirdilər. Əli əleyhissalamdan rastlaşdılar bir yerdə, Rəbəzə məntəqəsində. Rastlaşdılar bir yerdə, o hacılar ki yığışmışdılar, eşitdilər, Əmirül-Möminin buradan soğuşur, gedir Bəsriyə, oturaq elədilər, Əli gəlsin, onlarla danışsın. İbn Əbbas dözdü, gördü, Əlidən xəbər yoxdur. Getdi, Əlinin çadırın qalxızdı, gördü ki, Əli əleyhissalam oturub, ayaqqabını dikir. Geçdi, dedi, ya Əmirül-Möminin, bizə sən feyzi verməkliğin, bizə yol göstərməkliğin, bu hacılar müntəzirdirlər, sən gələsən onlara, yol göstərəsən, nəsihət eləyəsən, o bu ayaqqabından üstündür. Həzrət İbn Abbas deyir ki, gördüm, Əli əleyhissalam cavab vermədi. Sakit elə işin görür. Eşələbi mən o sözü deməmişəm. Ayaqqabısını tihdi, elə ki başa çatdı, o birisi tayin götdü, bu birisinin ikisini cüddədi. İbn Abbas deyir, mən qabağıma, deyir, bunlar neçə yalasan? Deyim, bunlar qiymətə getməzlər. Bir dirhəmi, yarım dirhəmə getməzlər. Həzrət buyurdu ki,
sizə bu ayaqqabıların qiyməti neçədir sizin yanında? Hökumət eləməxlığın dəyəri mənim yanımda, bu ayaqqabılar qədəri deyil. İlla ən uqimə haqqən obtələ batilən. Ya məcər bu ki, bir haqqı gətirəm iş üstünə, ya batilin qarşısında dayanam. Yani həqiqətən onlar ki, İslam nizamında çalışırlar, biri prezidentdir, biri məsələn nazirdir, biri imam cümədir, bunlar bu cür insanlar, gərək belədirlər, gərək də belə olarlar. Yani Əlinin və Əli yolunda gedəninin, hökumətinin yolunda gərək belə insanlar olar. Həqiqətən belə idilər elə bu insanlar. Mən üçün Ayəl Haşimlə yaxından həm özü ilə, həm ailəsi ilə Ayəl Haşimin atası indi də yaşlı bir kişidə 90 yaşı vardı, Təbrizdə böyük alimdir. O geçmiş əsrin alimlərindən qalan indi bunun atasıdır. Belə də bükülü belə zorla hərəkət elər. Bir dəfə o xəstə idi, bu da deyim, hekayətdir də, adamda təsir qoyan hekayətdir də, ərzimi qutarım, əzizlərdən istifadə eləyəcək. Bir dəfə bu xəstə idi, belində disk var idi, o qoca kişi, Seyyid Ayətullah, xəstə idi evində. Mən dedim, gedim buna bir baş çəkim. Getdim, gördüm, elə yerdə yatıbdı. Heç kravatı zadı yoxdur, elə yerdə yatıb. Dedim, ağa, sənin durub oturmaqlığın, bu yaşda, belivində diski var, ax, bu çətindir axı, bir kravat. Dedi ki, bu evdə məndən sonra 2 dənə başqa xəstə var, onlar yerdə yatıblar. Bir həyat yoldaşın deyirdi. Bir də onun bir böyük oğlu var ki, Şəhid Ayəl Haşimdən də böyükdür. Biraz dalı qalmışdı, indi 70 yaşına yaxın var, elə uşaq kimindir. Sonra mən gəldim, fikir elədim ki, mən rəhmətli atama bir dənə kravat almışdım. O tokla işləyən kravat, xəstəxanalara qoyarlar, ki, rahat olsun da, o xəstəlik zamanında o ondan istifadə edirdi. Bunu aparım olan evlərinə, o məcbur olar görə kravat var, onu istifadə elər. Bir dənə maşın tutdum, o da ağırdı, apardım, yolladım bulan evlərinə. 2 ay sonra Şəhid Ayəl Haşim mənə zəng elədi ki, babaca o kravatı götür, 2 aydır gətirməsən, qalıb elə həyətdə. Gördüm, heç məsələn, onun üstündə də ev gətirmişəm, qoymuşam evinə, elə yerdə istirahət edir. Bu, həman Əli əleyhissalam tay olmaqlıqdır da, zohdudur da. Ki, Əli əleyhissalam buyurdu ki, mən istəsəm yediyimi əsəldən, ən əla əsəllərdən eləyəm, elərəm. Amma heyhat, mənim hökumətimdə bir yerdə az insan başın qoya, ac yata, mən özü yemayıma fikir eləyəm. Bunlar insanlar ki, bu insanlardılar ki, belə bir ilahi hökumətdə, hakimiyyətdədirlər. Allah bunların taylarını çox eləsin. Və o böyük hadisə ki, ittifaq düşdü, həqiqətən böyük, çox böyük hadisə idi. Yəni, bir ili ki, biz soğuduq bu geçən il, bütün hadisələr idi. El oradan başlandı. Ondan sonra Hizbullahın şəhidləri, şəhid Seyyid Həsən Nəsrullah, İsmail Həniyyə, Həmasın şəhidləri və sonraki şəhidlər ki, bir-birinin arxasından gəldi. Amma Allahın lütfi ilə bunlar həqiqi hökumət və İslam yolunda çalışan insanların yolunda bizlərə ziyan qoymazlar, necə ki qoymadılar. Əli əleyhissalam buyurdu, təzulul cebal və la təzəl. Dağlar da dəbəşsələr, sən dəbəşməyəcəksən. Muhammed ibn Hənəfiyyə müharibədə sözlərini buyururdu. Təzulul cebal, dağlar da dəbəşsələr, dağ dəbəşməz ki, dağı heç zət dəbərdənməz. İndi bunlar da kistirlər, məsələn, bir yerə hücum getsinlər, dağların altında olanlara bizə deyilənmirlər də. Əlhəmdülillah, İranın bu nəvavi zavodları dağın altındadır, özləri də o heç zət əsər eləməz. Dağı dəbətmə olmaz. Əli əleyhissalam misalı var. Buyurur, dağ da dəbəşsə, Muhammed ibn Hənəfi, sən dəbəşməyəcəksən. Yəni, insanın iradəsi elə olar ki, dağlar dəbəşsə, o dəbəşməz. Nümunəsi, əlhəmdülillah, bu mücahid insanlardılar ki, müxtəlif sahələrdə çalışıblar. Allah onları inşallah gedənlərin ruhlarını şad eləsin. Kərbəla şəhidlərindən ayrı salmasın. Onlar da ki, çətinlikdadır, vətənləri işğal olub, ya həbslərdədirlər, alimlər, başqa böyük insanlar ki, həbslərdə yatıblar. Allah onların da üzlərinə inşallah nəcət qapısın, açsın və hamımıza, müsəlman və mömin insanlara inşallah fərəc-i xeyr qismət eləsin. Muhammed Ali Muhammedə bir salavat inayət eləyin.